Azərbaycan Avropa Şurasından çıxmalıdırmı, yoxsa biz orada üzvlüyümüz davam etməlidirmi? Bugün bu mövzu ətrafında danışacağım. Bildiyiniz kimi bu yaxınlarda Prezident İlham Əliyev Şuşada beynəlxalq media konfransında həmin o media qonaqlarının qarşısında, jurnalistlərin və yaxud da ki, elə blogerlərin qarşısında çıxışında bildirmişdir ki, bir önəmli ifadələrlə çünki onun bildirdiyi cümlələrə xüsusi diqqət etmək lazımdır. Prezident orada bildirmədi ki, biz aşpadan çıxmaqla bağlı artıq qəti qərar verilmişik. Bildirdi ki, biz aşpadan çıxmaqla bağlı ciddi nələrsə müzakirə edirik. Bu bir növ iki yanaşma ortaya qoyur. Azərbaycan tərəfi bundan Avropa Şurasına, qərblilərə mesaj ötürür ki, hələ yola davam etmək olar, hələ geri qayıtmaq olar. Bu mesajın birinci tərəfidir. Mesajın ikinci tərəfi isə, bəli, çox təəssüf ki, Azərbaycan hökuməti bəlkə də ciddi artıq Avropa Şurasından çıxmaq istəyir. Gəlin xatırlayaq, Azərbaycan Avropa Şurasına 2001-ci ildə üzvlüyünə qəbul olunub və həmin dövrdə onda da Yeni Azərbaycan Partiyası idi iqtidarda, amma onda Prezident Heydər Əliyev idi və onda Heydər Əliyev bunu Azərbaycan müstəqillik tarixinin ən böyük addımı, ən şanlı günü kimi təqdim edirdi. Və həmin dövrün Yeni Azərbaycan Partiyasının siyasətçiləri, Yeni Azərbaycan Partiyasının tərəfində olan mətbuat orqanları bunu çox böyük bir zəfər kimi, bunu çox böyük bir qələbə kimi təqdim edirdilər və insanlara bunu bu formada satırdılar dırnaq arasında ki, biz çox böyük bir siyasi irəliləyişə nail olduq, biz aşpaya üzvlüyümüz təsdiqləndi. Bəs nə oldu? Bu az qala 30 ildən sonra təxminən aşağı-yuxarı, üzr istəyirəm, 20 ildən sonra aşağı-yuxarı nə baş verdi? Təbii ki, burada aşpadakı və millət vəkillərinin də, yəni aşpanın deputatlarının da burada problemləri var. Oradakı dövlətlərin Azərbaycana münasibəti, erməni lobbisinin oradakı əhəmiyyətli işi, təbii ki, öz tərəflərindən baxanda, onların Azərbaycana qərəzli yanaşması, bütün bunlar da biz qeyd etməliyik yeri gəlmiş. Ümumiyyətlə, Azərbaycanın aşpadakı üzvlüyünü dondurması prosesi, Azərbaycanı orada təmsil edən millət vəkillərimizin oradakı fəaliyyətinə xitam verilməsi nə vaxtdan başladı? Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini bərpa edəndən sonra, yəni 2023-cü ilin sentyabrından sonra. 2023-cü ilin oktyabrında bir qətnamə hazırlanmışdı Azərbaycan tərəfi üçün. Güya ki, Azərbaycan tərəfi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilərə qarşı ciddi onları hər hansısa bir zorakılıq faktları olub, hər hansısa bir onları yurd yuvalarından dərgin salma. Halbuki elə bir şey təbii ki, yoxdur. Biz bunu Azərbaycanlı olaraq demirik. Biz həm də bunu bir məsələlərə, ümumiyyətlə bir konfliktlərə ədalətli yanaşan insan kimi baxanda da biz bunu deyə bilərik. Çünki son illərdə xüsusilə biz görürük ki, ən şərəfli, ən təmiz qələbə qazanan, ən az mülki insan itkisi ilə, mülki insanlara zərər vurmaqla bitən döyüş nəticəsi Azərbaycan-Ermənistan döyüşü idi və Azərbaycan tərəfinin haqlı mübarizəsi, haqlı qələbəsi ilə sonlanan bir döyüşlər idi ki, onda ən az mülki insan tələfi qeyd alınır. Ondan sonra başlanan yaxın şərqdəki olaylara baxanda, ABŞ, İran, İsrail müharibəsinə baxanda, Rus-Ukrayna müharibəsinə baxanda görün nələr baş verir. Və ona görə də Azərbaycan tərəfi təmiz qələbə qazanmışdı. Azərbaycan tərəfi haqlı qələbə qazanmışdı həm də. Amma aşağıdakı nümayəndəliklər oradakı erməni lobbisinin təsiri ilə və Azərbaycan dövlətinin müəyyən qədər boşluqlar verdiyi xarici siyasət məsələlərindən dolayı bizim əleyhimizə qərəzli bir qətnamə hazırlanmışdı və buna da etiraz olaraq Azərbaycan tərəfi oradakı fəaliyyətini dondurulmuşdu. İndi də məsələlər gəlib bu həddə kimi gəlib çatıb. Ümumiyyətlə, bir də biz işin bu tərəfini dəyərləndirək ki, bəli, aşpadakı nümayəndə heyətin qərəzi var idi. Amma bu qərəzin altında həmin o qətnamə tamamilə qərəzdən ibarət deyildi. Oradakı müəyyən detallar var idi. Məsələn, Azərbaycandakı siyasi məhbuslar. Bunun özündə də ikili yanaşma var. Ümumiyyətlə, aşpadakıların nəzdində Azərbaycandakı siyasi məhbuslar kimlərdir? Tək bizim Xocalı qətliamında əli olan
erməni kökənli şəxsləri həbs etdiyimiz kəslərmi, yoxsa həqiqətən də Azərbaycandakı siyasi məhbuslarmı? Azərbaycanlı siyasi məhbuslar, yəni media nümayəndələri, siyasətçilər və yaxud da ki, müxtəlif blogerlər. Bunu kimləri nəzərdə tutur? Bəli, Azərbaycanda 300 nəfərdən artıq siyasi məhbus var. Amma Azərbaycanın həbs etdirdiyi etnik erməni olan kəslər hansılar ki, onların Xocalı qətliamının dəlili olub. Onlar minlərlə Azərbaycanlı insanın həyatını məhv ediblər. Yüzlərlə insanların qanına bulaşıblar. Onlara biz siyasi məhbus deyə bilmərik. Ümumiyyətlə, dünya ictimaiyyəti deməməlidir. Nəinki Azərbaycanlılar, Azərbaycandakı siyasi fəaliyyətlə məşğul olan kəslər. Bəli, Azərbaycanda siyasi məhbuslar var, amma həmin kriteriyalarda olan şəxslər siyasi məhbuslar deyil, ola da bilməz. Onların yeri ən yaxşı halda həbsxanadır və bu Azərbaycan həbsxanalarıdır. Ən yaxşı halda. İndi Azərbaycan aşpadan çıxacaqsın və bunun sonucu nə olacaq? Ümumiyyətlə, biz özümüzü həmişə Avropa ölkəsi hesab etmişik. Avropa ölkəsi adlandırmışıq. Bəli, bizim şərq mədəniyyətinə malikik. Biz Türk dili dövlətlər qrupuna daxilik. Türk dövlətiyik. Amma Azərbaycan həm də Avropa dövlətidir. Biz aşpadan çıxandan sonra bizim Rusiya ilə münasibətlərimiz necə olacaq? Azərbaycan yenidənmi Rusiyaya meyillənəcək, yoxsa artıq tamamilə başqa bir Avrasiya İttifaqı adı altında, məsələn, Çin, Rusiya, İran, Azərbaycan, yoxsa belə bir blok yaranacaq? Bunlar təbii ki, yaxın gələcəyin işidir. Hazırda Azərbaycan iqtidarını nə qərar verəcəyindən çox şəxsdir. Hazırda Azərbaycan iqtidarını bu məsələlərə necə baxmasından çox şəxslidir. Və son vaxtlarda ümumiyyətlə aşpa yeni bir qətnamə qəbul etmək istəyirdi Azərbaycan üçün, Azərbaycandakı siyasi məhbusların taleyi ilə bağlı və onlardan ümumiyyətlə hələ görək Azərbaycandakı siyasi məhbuslarla bağlı hansı irəliləyişlər əldə olunur. Amma Azərbaycan tərəfi hələ ki heç bir çağırışa demək olar ki, məhəl qoymur. Heç bir ciddi addım atmır. Əksinə Azərbaycanda biz hələ də məhkəmələr gedir siyasi məhbuslarla bağlı. Və yaxın günlərdə belə çıxır ki, belə görünür ki, onlar haqqında çox uzun illər olan, məsələn, 13 il, 16 il, 14 il olan var və bu qədər müddətlik bir hökmlər oxunacaq. Və yaxşı, bunun Azərbaycan tərəfinə xeyri və zərəri nədir? Azərbaycanın Avropa məkanından uzaqlaşmasının Azərbaycanın heç bir xeyri yoxdur. Nə iqtisadi xeyri var bizim, nə Azərbaycanın öz dövlət daxilində demokratikləşməsinə bir xeyri var, nə ədalətli olmasına bir xeyri var, nə də ki, güclü bir dövlət olmasına. Təbii ki, güclü dövlət olmaq üçün bizim güclü xarici siyasətimiz olmalıdır. Biz Avropa ölkələri ilə bu qədər bərbad münasibətlə ayrılırıqsa, biz Avropanın əsas ölkələri ilə, ən güclü ölkələri ilə, ən böyük iqtisadi gücə malik ölkələri ilə, ən yaxşı söz sahibinə malik olan ölkələri ilə münasibətlərimizi tənzimləyə bilmədən və Avropa Şurasından ayrılarıqsa, Azərbaycanın gələcəyi hara doğru gedəcək ümumiyyətlə, nəyə doğru gedəcək? Və bu təbii ki, çox böyük suallar doğurur. Bizim az qala ölkədə baxırıq ki, hər 10 nəfərdən 6-sı, 7-si fürsət tapdıqca ilk fürsətdə belə ölkə xaricinə gedir. Və o ölkə xaricinə gedən insanlar hara gedir? Rusiyaya getmir. O ölkə xaricinə gedən insanlar İndoneziyaya getmir, Çinə getmir, İrana getmir. O ölkə xaricinə gedən insanlar ən yaxşı halda ABŞ-a, Kanadaya, ən pis halda isə Polşaya, Slovakiyaya, Çexiyaya işləməyə gedirlər. İşçi vizası ilə gedirlər. Yəni Avropa ölkələrinə, Qərb ölkələrinə, Amerikaya gedirlər. Azərbaycan Qərblə münasibətlərini tənzimləmədən, Azərbaycan ümumiyyətlə Avropa Şurasında öz yerini möhkəmlətmədən, öz haqlı olduğu məqamları da orada sübut etmədən və özünün haqsız olduğu məqamlarda da geri addım atmadan Azərbaycanın gələcək inkişafı demək olar ki, mümkün deyil. Neft bir yerə qədərdir, neft pulları bir yerə qədərdir. Ölkənin ən böyük kapitalı onun insan kapitalıdır. Əgər bizim ölkəmizdə sürətlə düşünən beyinlər, gənclər xüsusilə də ölkəni tərk edib qərb ölkələrinə doğru gedirlərsə,
Azərbaycan hansı məntiqlə hələ də Avropa Şurasına çıxmaq haqqında düşünür? Bunların hamısının bir-biri ilə bağlantıları var. Burada məsələ bizim qürur etməyimiz və yaxud da ki, biz güclü dövlətik, biz qalib dövlətik, biz geriyə bir addım atmarıq məsələmiz deyil. Burada şəxsi qürurları, şəxsi mənfəətləri kənara qoyub dövlətin gələcəyini, bu ölkənin gələcəyini düşünmək lazımdır. Və Azərbaycan iqtidarı öz qürurunu, yoxsa öz qərəzini önə tutur, yoxsa Azərbaycan gələcəyini. Bu, Azərbaycan Avropa Şurasına qalıb qalmamacağı ilə bağlı məsələdə özünü bir daha sübut edəcək bu məsələdə.